İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin elan etdiyi rəqəmsal dövrdə internet xidmətlərinin tənzimlənməsi yazı müsabiqəsinə yekun vurulub. Müsabiqənin keçirilməsində məqsəd ölkəmizdə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin mövcud statusu barədə geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsidir. Müsabiqədə telekommunikasiya sahəsində tənzimləyici çərçivə və informasiya təhlükəsizliyi məsələləri, internet telekommunikasiya infrastrukturundan istifadə imkanları, məlumatların əlçatanlığı və şəffaflığı, internetin xidmət keyfiyyətini müəyyən edən göstəricilər, sahə üzrə elektron xidmətlərin əlçatanlığı mövzuları əhatə olunub. Müsabiqədə 18 iştirakçı əsas, 4 nəfər isə həvəsləndirici mükafata layiq görülüb. Bu müsabiqənin keçirilməsində əsas məqsəd internet xidmətlərinin tənzimlənməsi sahəsində maarifləndirmə idi. 3 istiqamət əhatə olunmuşdu: internet telekommunikasiya infrastrukturu, xidmət keyfiyyəti və informasiya təhlükəsizliyi. Müsabiqə elan olunduqdan sonra jurnalist və ekspertlərin diqqətini cəlb etdi. 60-dan çox müraciət qeydə alındı. Bugün isə qaliblər mükafatlandırıldı.